Deməli, mən sizin Almanya'da onun dönəri göstərəcəm. Bu mənim deyim, pendirli olan dəyişək. Dönər bax belə olur, hansı ki ağzı belə bağlanmaz. Bax bu dönərdir, hansı ki bizim Azərbaycanda yediyimiz dönər deyilmiş. Bunu ödədiyimiz o pişirməmlər 29-dur, pişirməmlə bir yerdə. Bizim dönərimiz, yəni əlimizə də götürəndə belə böyük olur. Təbii ki, bunun qiymətindən də asılıdır. Belə yekə, içi dolu, soslu falan. Yəni sizin Azərbaycanda yedikləriniz o dönər təqdimatları, dönər deyin. Tadı da qəşəngdir, yəni ağladır. Təbii ki, buradakı pulla oranı müqayisə eləmirəm, çünki burada saatına insanlar minimum brüt olaraq 13.90 eurodur saatlıq. Azərbaycan təbii ki, bu kiçik məbləğdir. Amma Azərbaycanda olan videoları görmüşəm mən, hansı ki 20 manat, 30 manatı gelir dönər yeməyə, amma dönər yenə də bu boyda olmur. Ona görə yəni buranın dönəri tam fərqlidir.